Salamlar, hər vaxtınız xeyir. Mən Günel Qacar. Deməli, doktorantura imtahanı speaking hissəsi bilirəm ki, çoxunuzun problemli hissəsidir, çətin gəldiyi bir hissədir. Elə isə mən sizə hazır cümlələrmi deyim, şablon sözlərmi deyim, biraz cümlələrinizi qüvvətləndirəsi, levelini birazcık artırası, hər bir speakingə gedəsi bir sözlərmi deyim. Siyahı hazırlamışam. Bu birinci hissədir. Bunun arxası da olacaq. Və deməli, nə demək istəyirəm bunlarla? Siz hər hansı bir sözü qoşarkən, cümləni deyərkən bu cümlələr sizə kömək eləyəcək və arxasını rahat gətirib cümləni tamamlaya bilərsiniz. Yəni, başlanğıcı qarşı tərəfə necə çatdırsanız o cürdə olacaq. Ona görə ehtiyatlı olaq. Deməli, birinci hissəmiz əhəmiyyət və vacibliyini vurğulayan hissələrdir. Yəni, bu üç sözü öyrənirik. Məsəl üçün, bir şey demək istəyirsiniz ki, məsələn, bayaqlar biz tələbələrlə göydələnlərdən danışdıq. Deyirəm ki, göydələnlər şəhər ərazisi üçün çox önəmlidir. Tələbə qayıtdı bir dənə dedi ki, is important. Important dedi, yaxı IQ oldu bu artıq cümlə. Tutaq ki, essential və yaxud da nə bilim, yenə də level yaxşı olmur. Bunu həm də essaydə yaza bilərsiniz bu arada. İndi məsəl üçün deyirəm ki, bu göydələnlər şəhər yeri üçün çox önəmlidir. Nədə deyəcəm? Göydələn sözü orada onsuz da yazılır. Skyscraper və yaxud da heç yazılmasın, orada var o söz. Falan şey play a pivotal and paramount role in urban areas, city life, nə bilim necə. Yəni falan yerdə çox önəmli rol oynayır. Paramount and pivotal. Deməli, bu sözləri öyrəndik ki, yəni bir şeyə çox önəmli rol oynamaq, vacib rol oynamaq bizim bu sözdür. Yəni, essemiz olsun essemiz və yaxud da speakingimizi biz bu cümlə ilə başlatdıq, qəşəng oldu cümlə. Sonra, is a cornerstone of, bax, buradakı bu söz və yaxud da filan söz, nə deyək? Filan şey, məsəl üçün, education is a cornerstone of people, individuals, insanların, society, cəmiyyətin, yəni nə deyirəm, cəmiyyətin əsas bir hissəsidir, əsas bir daşıdır. Yəni bu mənada bir mənası var. İndi gəlirəm digərinə, indispensable to, filan şey, bu əvəz edilməzdir deməkdir. Məsəl üçün demək istəyirəm ki, günümüzdə fast food şey üçün əvəz edilməzdir. Yəni, teenagerlər üçün əvəz edilməzdir, tələbələr və yaxud da yeniyetmələr üçün. Həmin sözü deyirəm, bu sözü deyirəm, buradan da. Yəni, mənim belə deməyimlə qarşı tərəfi biraz aldatmış olarıq ki, mən qəşəng sözlər bilirəm. Yaxşımı? Ona görə bu sözləri götürdük və bizim bu əhəmiyyəti və vacibliyini bildirir. Elə isə davam edirəm digər hissəmizlə. Gəldim ikinci hissəyə. Deməli, müqayisə və ziddiyyət yaradarkən bu ən çox task to-da kömək eləyəcək. Məsələn, orada task to-da nə var? Lehinə və əleyhinə hissələr. Lehinədən əleyhinə keçərkən biz bu sözlərdən istifadə edə bilərik. Çox da gözəl olar. Bunu başqa şeylərdə də olar. Yəni, mən bu misalı verdim. Nə deyirəm? By way of the contrast, digər tərəfdən, yəni ziddiyyət olaraq, yəni bunun lehinə danışdım, ziddiyyət olaraq əleyhinə keçirəm bu sözdən by way of the contrast və yaxud da on the flip side, yəni digər tərəfdən bu siyahını çox aldacaqdım, amma dedim ki, sizə elə ikisini əzbərləyin və bunun yəni çox alternativ olanda insan başı qarışır. Elə isə bunları göndəririk, göstəririk, öyrənirik və müqayisə və ziddiyyət yaradılanda bu iki sözü istifadə edib cümləmizə davam edirik. Keçdi digər hissə. Üçüncü hissə ehtimallardan və reallıqlardan danışarkən. Yəni, çox güman edilir ki, yenə bu üçüncü partda və ikinci partda çox istifadə olunar. It's highly probable that, baxın, cümlə, çox güman edilir ki, in all likelihood, yenə eyni mənaya gələcək, contrary to popular belief, yəni ümumi bir insanların inanclarının əksi olaraq, yəni bu cümlələrlə mən başladıram cümləmi, arxası da qəşəng gəldiyinə görə, yəni normal şəkildə danışdığınıza görə başda verdiyiniz bu S1, S2 frazalar sizə çox kömək eləyəcək ki, artıq cümlələriniz qəşəng olsun. İndi isə gəlirəm examinerin ən çox sevdiyi ifadələr. Məsəl üçün, siz sometimes demək istəyirsiniz. Biz sometimes nə vaxt öyrənmişik? A1 leveldə. İndi gəlin bunu biraz qəşəng bir idiomatik eləyək. Necə deyək? Every now and then. Sometimes deməkdir. Yəni, bəzən demirəm, hər dəfə bunu istifadə edeyim, bəzən. Bu arada, bu writing-ə çox tövsiyə eləmirəm bunları ümumiyyətcə. Daha doğrusu, bu ikisini writing-də yox, speaking-də. Once in a blue moon, arada bir, rarely deməkdir. Yəni,
Çox nadir hallarda. Bunlar nə vaxt olar? Part 3-də. Part 3 çünki sizin özünüzdə verilən suallar olduğuna görə daha çox bunlar istifadə olunacaq. Bu arada yəni speaking quruluşu haqqında məlumat vermişəm. Belə bir video var. Doktorantura speaking Güney Qacar yazın, çıxacaq o haqqda əgər bilməyənlər varsa. Sonra üçüncü isə part and the parcel of, yəni ayrılmaz hissəsidir. Qəşəng bir hissədir bu da bu arada. Yəni deyirəm ki, technology is a part and the parcel of the modern life. Müasir həyatın. Yəni bu da olur, qəşəng bir ifadələr. Dediyim kimi, bunlar sadəcə bir kömək üçün elədiyim bir şeylərdir. İnşallah hamıya uğurlar, çox gözəl şəkildə danışıb gəlib yaxşı balalasınız. Əsas odur ki, susmuruq, fasilə vermirik, qəşəng aksentlə danışırıq. Uğurlar hər kəsə.